Şəkildə açılışı verilmiş düzgün piramidanın tam sətin sayəsi 144 kök altı 3 olarsa, apofemin uzunluğunu tapın. Burada S oturacaq 54 kök altı 3 verilmişdir. Deməli, S-yanı tapmaq üçün S-yan bərabərdir 144 kök altında 3-dən çıxaq 54 kök altında 3-ü. Bu da bizə verir 90 kök altında 3. Oturacağı dəyən düzgün olduğu üçün burada 6 dənə biləcəkdə 3 bucaqdan ibarətdir. Bərabər tərəfli 3 bucaqlardan ibarətdir bu sahə oturacaq. Yəni 6 vurulsun A kvadrat kök altında 3 bölünsün 4. Bu oturacağın sayəsi bərabərdir 54 kök altında 3. Kök altı 3-ləri ixtisar etsək 54 ilə də 6 keçib 9. 9 da 4-ə vursaq 36. Deməli A kvadrat bərabərdir 36. Buradan çıxır ki A bərabərdir 6-ya. A da oturacağın tərəfi biləcək. Bu A. Və buradakı 3 bucağın birinin sahəsi, yəni S3 bucaq bərabərdir. A vurulsun apofem, yəni H bölünsün 2. Və 6 dənə eyni 3 bucaq var kənarlarda. Deməli 6 vurulsun H bölü 2 bərabər olmalıdır yan sətin sayəsinə, yəni 90 kök altında 3-ə. Biz burada hər tərəfi deməli 6-nın 2-yə ixtisar etsək 3, 6-nın 3-ə 18, 18-i də 90-dan ixtisar etsək 5 qalar. Deməli H bərabər olacaq 5 kök altında 3.